وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, bildiğimiz kimi biz bundan evvel geçen dəfədən başladıq Allah'ın izniyle. Şeyhülislam İbn Teymiyyə Rahimahullah'ın Minhacü Sünnet kitabını okuyup, şərh edip sizlerle paylaşmağa bacardığımız kadar Allah'ın izniyle oradan devam edirik. Geçen dəfə müqaddiməni okuduq, tanış olduq kitabla. Şeyh Rahimahullah'la indi isə keçirik birinci fəsildən okuyup, şərh etməyə və sizlerle paylaşmağa bildiklərimizi və kitabdan öyrəndiklərimizi Allah'ın izniyle. İndi isə keçirik birinci fəsildən oxumağa Allah'ın izniyle. Şeyh Rahimahullah buyurur ki: فَأَلَحُّ عَلَيَّ فِي كِتَابَتِي حَزِي حَرَّرِ عَلَى هَذَا الدَّلِيلِ الْمُبِينِ وَقَالُوا عِنْ لَمْ تَفْعَلْ زُنَّ عَنَّ هَذَا مِنْ عَجْزِ أَهْلِ الْإِلْمِ وَعِلْمِ. Şeyh Rahimahullah deyir ki, onlar bu açıq aşkar azğınlığa, yəni bu kitaba, o Rafizi adamın yazdığı bu batil kitaba rəddiyə vermələrimi məndən israrla istədilər. Sonra şeyh deyir, əgər bunu etməsəm, bu elm və iman əhlinin acizliyinə, yəni haqqı müdafiə edə bilməyəcəyimizi gətirib çıxaracağı üçün çalışdım ki, Allahın izin verdiyi qədər buna cavab verin bu məsələyə. Və annahu qad taraku nusratal haqqi və taqasu an radd qawli ahli tuğyan. Burada tuğyan əhlindən danışır. Şeyh Rahimahullah deyir ki, bunun üzərinə mən Allahın elm və iman əhlindən aldığı əhdi yerinə yetirmək üçün, yəni ədalət ayaqda tutmaq üçün və o buğz əhlinə cavab vermək üçün rədd qawli ahli tuğyan فكتبت ما يسر الله من بيان الحق ونصر أهله ووفاء بالعهد الذي أخذه الله على أهل العلم والإيمان وقياما بالقسط وشهادة لله. Allahın elm və iman əhlindən aldığı əhdi yerinə yetirmək və ədaləti ayaqda tutmaq, yəni haqqı müdafiə etmək üçün və Allah üçün şahidlik etmək məqsədi ilə şəhidallahu, Allahın asanlaşdırdığı qədər haqqı bəyan edən bir cavab yazdım və yazmağa çalışdım. Yəni çalışdım və bitirdim. Sonra Allah'ın ayəsini oxuyur Şeyh Rahimahullah deyir: "Kəmə qalallahu Teala: Ya eyyuhellezine amenu kunu qawwamina bil qist şuhada'a lillahi velev ala enfusakum aw livalidayni vel aqrabin in yakun ganiyan aw faqiran fallahu awla bihima فلا تتبعوا الهوى عن تعدلوا وإن تلووا أو تبصروا فإن الله كان بما تعملون خبيرا." Ən-Nisa surəsi 135-ci ayəni oxuyur. Necə ki, orada Allah Azza və Cəllə buyurur: Ey iman gətirənlər, özünüzün, valideynlərinizin və qohumlarınızın əleyhinə belə olsa Allah üçün şahidlik edərək ədaləti möhkəm tutanlar olun. Şahidlik etdikləriniz varlı və ya kasıb olsalar da ədalətdən dönməyin. Çünki Allah onların hər ikisinə sizdən daha yaxındır. Ədaləti yerinə yetirməkdə nəfsinizin arzusuna uymayın, həvanıza uymayın. Əgər şahidliyi təhrif etsəniz və ya ondan boyun qaçırsanız, bilin ki, Allah etdiklərinizdən xəbərdardır. Ən-Nisa surəsi 135-ci ayə. Sonra Şeyh Rahimahullah ayəni oxuyur və deyir: "Vəl-leyyu huwa tahrifu şəhədə vəl-i'radu huwa kitmanuha." وقد أمر الله بالصدق والبيان فيما يعلم ويوجب إسحاره ونهى عن الكاذب والكتمان كما في الصحيحين النبي صلى الله عليه وسلم أنه قال. Və deyir ki, bu ayədə deyir, diqqət edin, ayədə tərif etmək, şahidliyi dəyişdirmək, boyun qaçırmaq isə şahidliyi gizlətmək deməkdir. Tərifi də bildirir ki, yəni tərif etməyin. Nisa surəsi 135-dəki o qısa bir sözü, cümləni izah edir. Sonra deyir, Allahın bilinməsi və açıqlanması vacib olan məsələlərdə doğruluğu və bəyanı əmr etmiş, yalanı və gizlətməyi isə qadağan etmişdir. Yəni həqiqəti, haqqı gizlətməyi isə qadağan etmişdir Allah Azza və Cəllə. Sonra Şeyh Rahimahullah Peyğəmbər sallallahu aleyhi və səlləmdən səhih hədis gətirir, deyir: alıcı və satıcı ayrılmadıqları müddətcə seçim haqqına malikdirlər. Əgər doğru danışar və malın ayıbını açıqlasalar, alış-verişlərinə bərəkət verirlər. Əgər gizlədər və yalan danışarlarsa satmaq üçün,
alış-verişlərinin bərəkəti yox olar. Buxari və Müslimdə gələn səhih hədisdir. Necə ki şeyx deyir, Rəvahul Buxari və Müslim. Peyğəmbər sallallahu aleyhi və səlləmdən gəlir. Sonra devam edir şeyx rahimehullah. Deyir, və la yahillu kitmanul ilm xassatan izə la'annal axirul awwal min hazihil ummə kəma fil asr. Yəni şeyx rahimehullah burada deyir ki, elmi gizlətmək, haqqı gizlətmək halal deyil, haramdır. Xüsusilə də bu ümmətin sonrakıları əvvəlkiləri lənətlədiyi zaman, sonda gələnləri əvvəlkiləri xeyirli nəsli lənətlədiyi zaman, necə ki rəvayətdə belə gəlmişdir. Rəvayəti oxuyur şeyx deyir, İzə la'nətil ümmə axiruhu əvvələha fəmən kənə indahu ilm fəlyushir fəinnəl kətmə lil-ilm yevməizin kəmən kətəmə mə'ənzəlallahu alə Muhammedin sallallahu aleyhi və səlləm. Yəni deyir, bu ümmətin sondakıları əvvəlkilərini lənətlədiyi zaman kimin yanında elm varsa onu açıqlasın. Çünki o gün elmi gizlədən Allahın Muhammedə sallallahu aleyhi və səlləmə nazil etdiyini gizlədən kimidir? İbn-i Məcə Sünnənində gətirir. Cabirdən mərfu olaraq rəvayət etmişdir. Mərfu olaraq rəvayət edilmiş bir hədisdir. Düzdür, hədisin hökmündə səhih olub olmamasında ixtilaf var. İndi burada belə bir şey var ki, bunu unutmayaq. Şeyx rahimehullah bu kitabda ümumən hədisləri qeyd edib. Sözlərə uyğun olan hədisləri qeyd edib. Doğrudur, çoxu səhihdir. Amma içərisində hökmündə ixtilaf olan, bir-iki dənə zəif olan ola bilər. Yəni bunu bizim qeyd etməyimiz borcumuzdur. Bu ola bilər. Amma eyni ləfzdə və ya oxşar bir ləfzdə, məzmunda səhih hədislərdə mövcuddur. Olmaz sonrakıların əvvəlkiləri lənətləməyi. Hətta xeyirli nəsli heç olmaz. Sonra nə deyir? Şeyx rahimehullah deyir, فَإِنَّ السَّابِقُونَ الْأَوَّلِينَ هُمُ الَّذِينَ أَقَامُوا الدِّينَ تَصْدِيقًا وَعِلْمًا وَعَمَالًا وَبَلَاغًا فَسَبُّوهُمْ يَسْتَلْزِمُ الْإِرَادَةَ عَمَّا بَعَثَ اللَّهُ بِهِ الرَّسُولِ. İndi deyir ki, çünki bu ümmətin öncülləri dini təsdiq, elm, əməl və təbliğ baxımından dini bərqərar edən əsl şəxslərdir. Burada kimi vurğuluyur? Əvvəlki 3 xeyirli nəsli, Peyğəmbər sallallahu aleyhi və səlləm, sahabə, təbiun, ətbəə təbiun. Burada bu üçündən danışır. Buna görə də onlara dil uzatmaq Allahın elçiləri ilə göndərdiyi şeylərdən üst çevirməyə bərabərdir. Allah öz rəsulunu göndərdi, onları da yardımçılar etdi Rəsuluna və dininə. Sonra şeyx devam edir, rahimehullah deyir, və əvvəlu mən əzhərə bid'ati şiə innəmə kənə muqtəsiduh ən yəsuddən nəsə ən səbililləh və yubtilə mə cəət bihir rəsul ənilləh. İndi gəldi əsas məqama. Deyir, şiə bidətini ilk ortaya atan şəxsin məqsədi də insanları Allahın yolundan döndərmək və Rasulların Allahdan gətirdiklərini batil etməkdir. Yəni niyyətləri buydu ki, Quranın tərif olunmasını bildirmək, bunun isbatını yazmaq, nə bilim Allahın, dininin, Rasullarının dostlarını boğuz etmək, təhqir etmək, təhrif etmək, lənət etmək. Onların işi gücü budur. Və sonra davamında nə deyir? Və deyir, sonra isə o bidətlərin həqiqəti mülhidlər, yəni dindən çıxmış azğınlar arasında tam şəkildə aşkar oldu. Yəni şeyx rahimehullah burada qısaca onları bildirir, nə olduqlarını, hənnəm alındıqlarını. Sonra deyir ki, bax onlar bu cür bir tayfadırlar ki, Allahın, Rasulunun dostlarını, yəni Allah və Rasulunun dostlarını, dinin yardımçılarını, özlərindən əvvəlki xeyirli nəsili təhqir edirlər, lənət edirlər və onlara qarşı boğz edirlər. Biz fikir versək görərik ki, bugün bir dənə rafizi ola bilməz ki, Ömər radiyallahu anhu desin, var. Sizə sual verirəm, varmı? Yoxdur. Və ya Əbu Bakr radiyallahu anhu desin, və ya Osman radiyallahu anhu desin. Bunları da qoyuram bir kənara, şeyx vurğulayır ki, əz-zəvcəhi, zövcə, Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsini qədər boğz etdilər, lənət etdilər, təhqir etdilər. Allah bunları islah etsin. Əgər ona layiqdirlərsə, yox layiq deyillərsə, zəlil və rüsvay etsin. Bu halda olan batil, fısq, küfür içərisində olan insanları. Elhamdülillah. Bu günlük bu qədər. İnşallah davam edəcəyik. Allah bizi eşidib faydalananlardan etsin. Nəstəğfirullah və nətubu ileyh. Velhamdülillahi Rabbil alemin.